tamaşaçıları, axşamınız xeyir olsun. Mərifət çeşməsi verilişinin növbəti buraxılışını izləyirsiniz. Azər Quliyevin təqdimatında bir daha ekran qarşısında oturan dəyərli tamaşaçılarımızı salamlayırıq və hər birinizə xoş əhval-ruhiyyə arzu eləyirik. Fatimiyyə günləri ilə bağlı bugünkü müzakirə edəcəyimiz mövzu xanım Zəhrə Salamullah əleyhanın ziyarətnaməsinə qısa bir şərhdir və biz bu mövzu ilə bağlı dəyərli ustadımız olan cənab Hüccətül İslam vəl-Müslimin ustad Eldar Əl-Hüseynzadəni dəvət eləmişik. Verilişimi canlı olaraq yayındadır. Elə indi bu dəqiqə Facebookda, YouTube'da, Instagramda Mərifət Çeşməsi verilişini izləyə bilərsiniz. Usta, siz də salamlayırıq. Çox xoş gəlmişsiniz. Necəsiniz? Aleykümselam Azər müəllim. Çox sağ olun. Hər vaxtınız xeyir olsun inşallah. Tamaşaçıları da salamlayıram. Fatimiyyə Salamullah əleyhan günləri münasibəti ilə İmam Zaman əleyhissalama və həmçinin hörmətli tamaşaçılara dərin hüzünlə baş sağlığı verirəm. Allahdan diləyim budur ki, Həzrəti Zəhra Salamullah əleyhanın nəzərini bütün Əhl-i Beyt sevərlərin üzərindən inşallah əsir etməsin. Bəli, təşəkkürlər ustad. Xanım Zəhrə Salamullah əleyhanın ziyarətnaməsinin qısa şərhi haqqında bizim mövzumuz. Buyurun, söz sizdə. Bismillahirrahmanirrahim. Biz ötən verilişdə bu qısa ziyarətnamənin bir neçə sətrini, bir neçə paragrafını bəyan etdik. Sonuncu demək olar ki, paragrafdır. Burada artıq bir növ Peyğəmbər sallallahu aleyhi və səlləmin vilayətinə və Peyğəmbərliyinə, həmçinin Həzrət Əli əleyhissalamın vilayətinə, həmçinin onların əmrini təsdiq etməyə etiraf var və burada zair, ziyarət oxuyan şəxs Allahdan istəyir ki, bu şəxsi onlara birləşdirsin, onların məiyyətinə. Yəni, əslində, zərif mətləblər var burada. İbarət belədir ki, Əssəlamu aleyki ya mumtəhanətu, imtəhanəkilləzi xalaqək qəblə ən yəxluqək və kunti liməmtəhanəki bihi sabirə. Bura qədər biz bəyənləmişik, harca bir sətir, 2 paragrafdır. Yəni, biri imtihan barədə söhbət etdik. O imtihan hansı imtihandır? Və biri də Həzrət Zəhra Salamullah əleyhə və Əhl-Beyt əleyhissalatu vəssalamın maddi xilqətindən öncə onların nurani xilqətindən söhbət etdik ki, Həzrət Zəhra Salamullah əleyhə qısası bu oldu ki, bu dünyada yaranmadan öncə başqa bir yaradılışı var idi, digər Əhl-Beyt əleyhissalatu vəssalam kimi və insanların hidayətini öhdəsinə almaqda, insanların mənəvi inkişafını və mənəvi xoşbəxtliyini öhdəyə götürməkdə imtihan verdi və bu imtihana səbr etdi. Ümmətin, Peyğəmbərin ümmətinin belə deyək, buna verdiyi əziyyətlərə və onların qaranlıq ruhlarına, onların bu yolda çətin hərəkət etməsinə səbr etdi və nəticədə onların hidayətini öhdəsinə götürdü. Sonra ərz edir, Nəhnu ləki əvliya, etiraf edir zair ki, biz sizin dostlarınız, dostunuzuq və Məvəddət ayəsi də əmr edir ki, Əhl-i Beytin dostu olasınız. Burada ona etiraf edirik. Musaddiqun və sizi təsdiq edirik. Təsdiq edirik ki, o cür ki, Allah təbarək və Teala tərəfindən məmur olmusunuz, onu təsdiq edirik, yəni Həzrəti Zəhranı. Və likulli ma ətabihi əbuq sallallahu aleyhi ve sellem. Bütün atan gətirdiyin şəriəti təsdiq edirik. Və ətabihi vəsiyyuhu aleyhissalam musallimun. Və onun vəsisi kim? Həzrət Əli əleyhissalamın gətirdiyi, yəni o təfsirlərə, o bəyanlara, o təkmillərə biz əqidəmiz var, təsdiq edirik. Yaxşı, bunu etiraf etdikdən sonra və nəhnu nəsəlukəllahümmə, bunu bir növ etiraf edir, sonra üzün tutur Allaha. Biz, yəni burada bizdən məqsəd, yəni mən, yəni mənim timsalımda olanlar,
İstəyirik Allah səndən. İz kunna musaddiqin ləhum. Biz ki bunları təsdiq eləmişik, bunlara iman gətirmişik. Ən tulhiqəna bitəsdiqina bid-dərəcətil aliyə linubəşşirə ənfusana bi ənna qəddəhurna bi vilayətihim aleyhissalam. Tamaşaçılar diqqət etsin, yaxşı nöqtələr, mətləblər var burada inşallah izah edəcəyəm. Çünki biz bunları təsdiq edirik. Bu təsdiqə xatir, yəni biz qəribə deyirik. Bunların vilayətini, bunların şəriətini biz təsdiq edirik. Bu təsdiqə xatir bizi uca dərəcələrə çatdır, ilhaq et, birləşdir bizi uca dərəcələrə ki, bu dərəcə ilə biz özümüzə bəşarət verək ki, bizim vilayətimiz pakdır. Məsələn, əvvəla tamaşaçılar diqqət etsin, burada birbaşa Allahdan istədi. Və nəhnu nəsəlükəllahümmə. Həzrət Zəhradan istəmədi ha, sözüm var burada. İlahi, biz səndən istəyirik ki, bu bir məsələ, Allahdan istədi. Mulhəq edəsən bizi, birləşdirəsən, nəyə xatir ki, bunları təsdiq etmişik, bu təsdiqə xatir bizi ali dərəcəyə apar, qaldır. Nə üçün? Biz o ali dərəcəyə qalxmayınca, məlum deyil ki, biz vilayətimizdə, vilayəti qəbul etməkdə sədaqətimiz var. Düzgün təsdiq etmişik. Ki, özümüzə bəşarət verək, bunu görək özümüz və bəşarət verək ki, biz bunların qət təhurna bi vilayətihim, bunların vilayətinin səbəbini həqiqətən biz görək ki, pak olmuşuq. Bizə bunu göstər. Ki, biz bunları təsdiq edirik. Əgər buna layiq da olmasaq, elə bir dərəcəyə çatdır ki, bizi, bu dərəcədə bunların vilayətinə xatir paklığımızı görək. Neçə mətləb oldu? Birincisi, burada Allahdan istədi. İkincisi, təsdiq, etiraf, şəhadətə xatir buyurur ki, ərz edir ki, bizi təsdiqimizə xatir ali dərəcəyə yetir. İki, bu ali dərəcədən biz artıq görək ki, həqiqətən bunların vilayətinə pak olmuşuq, bunu müşahidə edək. Bu da üçüncü mətləb. Yəni, ola bilsin, mən Peyğəmbər və Əhl-i Beyt salamın aleyhim əcməinin vilayətini qəbul edirəm. Amma bu vilayətim nə qədər Allah tərəfindən məqbuldur, onu görmürəm. Onu görmək üçün müəyyən mərtəbələr insan keçməlidir. Maddə aləmdən qalxmalıdır yuxarı, mücərrəd aləmə. Orada görməlidir ki, vilayətin nə qədər təsiri var. Və indi burada Azər müəllim 2 dənə ziyarət var, bir-birinə oxşayır, biri digərini təfsir edir. Burada ali dərəcə nədir ki, ərz edir ki, bizi ali dərəcəyə yetir. Başqa bir ziyarət elə, o ziyarətin yanında var. Əssəlamu aleyki, ya mumtəhənə, imtəhənəkilləzi xaləqək, fəvəcədəkə liməmtəhənəki sabirə. Həmin sözlər. Ənə ləki musaddiqun, mən səni təsdiq edirəm, Həzrət Zəhraya müraciət edir, selamun aleyha. Sabirun və qəbul edirəm. Sabirun ma ətabihi əbuk. Sabirun ma ətabihi, bütün atan gətirdiyi şəriətlərə səbr edirəm. Səbr edirəm nədir? Yəni, əməl edirəm də. Səbr etmək, yəni təklifə səbr etmək, təklifə boyun qoymaqdır. Və vəsiyyuhu salavatullah aleyhim əcmən. Onun vəsisi. Təxminən bura qədər düzdür. Və ənə əsəluki. Orada kimdən istəmişdi? Allahdan istəmişdi. Burada kimdən istəyir? Xanım Zəhradan. Buna tamaşaçılar xahiş edirəm, diqqət etsin. Mənim əsas sözümün məğzi buradır. Və ənə əsəluki. Mən burada səndən istəyirəm. İn kuntu səddəqtu ki, çünki səni təsdiq etmişəm, Peyğəmbəri təsdiq etmişəm, Əli əleyhissalam, Əhl-i Beyti təsdiq etmişəm. İlla əlhəqtini bi təsdiqi ləhuma. Bu təsdiqimə görə məni mulhəq et, orada demişə dərəcəyi aliyə, bir dərəcətli aliyə, təsdiqimizə xatir, bu aliyəni məna edir burada. Ki, məni yetişdir, birləşdir Peyğəmbər və Əli əleyhissalamı. Ən tulihiqəna illa əlhəqtini bitəsdiqi ləhuma. Mənim təsdiqimə xatir, bu təsdiqə görə məni onlara birləşdir. Orada ali dərəcədən məqsəd məiyyətdir. Ki, buyurur ki, məni
ali dərəcəyə birləşdir və görüm ki, pak olmuşam, bunların vilayətini həqiqətən qəbul etmişəm. Yəni, istəyirəm Peyğəmbər və Əhl-i Beytin məiyyətində olam, onlarla bir dərəcədə olam. Nəinki imamət vilayət baxımından, yəni onların kənarında olam. Litusirrə nəfsi, litusirrə nəfsi ki, yəni qəlbim bir aramlıq tapsın. İnanım öz şəhadətimizdir. Fəşhədi ənni zahirun bi vilayətik və vilayət-i alibətik salavatullah aleyhim əcmən. Şahid ol ki, mən həqiqətən, nəticədə sən də şahid ol ki, həqiqətən mən bunların vilayətində pakam və burada bu sözü demək istəyirəm Azər müəllim. Birində bu ziyarətnamənin ikisi də zahir budur ki, ikisi də varid olubdur. Belə deyil ki, biri varid olsun, biri yox. Çünki eyni bu ziyarətnamənin oxşarı Həzrəti Zəhra salamun əleyhanın qəbri üçün ki, qəbri məlum deyil, Peyğəmbər sallallahu aleyhi ve sellemin qəbrinin kənarında oxunur. O da təxminən bu ziyarət kimidir. Yəni, bunu göstərir ki, bu ziyarətlər ikisi, yəni, necə deyirlər, nüsxə səhvləri deyil. Bunlar olublar və biri digərinin məna edir. İnsanlar, burada təvəssül bəhsi açılır. Bəli. Təvəssül bəhsi açılır. Yəni, müdaxilə eləsəz də pis olmaz. Bəzən İnsan birbaşa Allahdan istəyir bir şeyi. Heç bir problemi yoxdur. Keçən və düzdür də. Bəzən Əhl-i Beytdən istəyir. Əhl-i Beytdən də istəməyi mən keçən dəfə necə deyər, formasını dedim ki, lüzumu yoxdur deyəsən ki, mən sənə vasitə qərar verdim. Buna heç bir ehtiyac yoxdur. Yəni, birbaşa onların özündən istəyirsən, amma onları müstəqil görmədən ki, heç kəs də onları müstəqil görmür. Amma bunun açarı onundur. Mən dırnaq arasında bir məsələni deyim. Əzizlər, bir dəfə bir nəfər gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına, şikayət edir fəqirlik və yoxsulluqdan. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, anam var, ərz edir xeyr. Anam dünyasını dəyişib. Peyğəmbər buyurur, atam ərz edir bəli. Deyir, ged atana de sənə dua etsin. Bilirsiniz bu nə deməkdir? Yəni, bu bizə yolu öyrədir. Yəni, Peyğəmbər özü də dua edə bilər. Başqa cür Peyğəmbərin zəbanı halında desək, mən sənə dua edərəm. Amma fəqirlik və yoxsulluğun açarı kimdədir? Anadadır. Əgər ana yoxdursa, atadadır. Deyir, mən yox, ged atana, anan ki yoxdur, ged atana de, sənə dua etsin onun üçün. Yəni, hər bir şeyin o aləmdə, mənəvi aləmdə bir yolu varıdır, bir sirri varıdır, bir açarları varıdır. Ona görə nə üçün biz bəzən mənimsəyə bilmirik, həzm edə bilmirik? Çünki o aləmdə yox o Azər müəllim. O aləmlə tanışlığımız yoxdur. Təvəssül məsələsi, məsələn, hey çəkirik. Məncə, əlbəttə, belə düşünürəm ki, bir kiçik tələbə kimi, düzdür, zehinə yaxınlaşdırmaq üçün yaxşıdır. Biz deyək, onsuz bu dünyada da təvəssül edirik də. Azər müəllimə deyirik ki, sənin müdürün yanında hörmətin var. Məsələn, Firuz müəllimə deyin ki, bir dənə buna imza çəksin, mənim ora girməyə məsələn xodum yoxdur və s. Deyirik bu təvəssül. Mən istəyirəm, ərz edəm ki, bu dünyada olan, bu maddə aləmdə olan təvəssülləri, mənəvi aləmdə olan təvəssüllərlə müqayisə etmək sanki başqa variant yoxdur. Necə ki, Allah təbarək və teala behiştin neymətlərindən danışanda almadan, armuddan, sudan, evdən, dəryadan, çaydan danışır ki, həqiqətdə bunlar deyil ki, başqa cür necə başa salsın? Bizim də yolumuz yoxdur, yəni başqa cür başa salmağa. Çox gözəl ustad, siz o qeyd elədiyiniz hədis, mümkün də ona irad eləyərlər ki, ata sağ idi. Halbuki ola qarşı tərəf də elə sağ halında təvəssülü deyəsən caiz bilirlər. Amma öləndən sonra təvəssüldə o yox, mən təvəssül üçün gətirmədim onu, Azər müəllim. Təvəssül üçün gətirmədim onu, üzr istəyirəm. Onu gətirdim ki, təvəssül yox, hər bir şeyin kilidi var, bunu istəyirəm deyəm. Mənəvi, o da mənəvi aləmdə. Əgər mən Allahdan nəsə istəyirəmsə, ki, məni özü verməyib bunu müəyyən səbəblərə görə, çünki neymətdir də, neymət qeybdən nazil olur da. Hətta maddə aləm qeybət. Bəli, neymət qeybdən nazil. Yəni, bunu istəyirdim zehnə gətirəm ki, nəinki diri, ölü söhbəti yox. O tərəflərə heç daxil olmuram. Yəni, açarlar fərq edir. Yəni, o bir nəfərin, hətta Peyğəmbərin dirliyində, bir nəfərin fəqirliyinin aradan getməsi üçün açar
Peyğəmbərdə yox, atasındadır, bunu istəyirəm deyəm. Yəni Peyğəmbər bunu göstərir. Əlbəttə ki, Peyğəmbərin bütün duaları müstəcabdır. Daha buna söhbət yoxdur. Yəni o bölüm verilib valideynə. O bölüm verilib valideynə. Məsələn, bir nəfər ağ valideyndir. Peyğəmbər nə eləsin ona? Bir nəfər münafiqdir, Quran buyurur 70 dəfə təsən istiğfarlasın ona. Mən onu bağışlamayacağam o münafiqə. Düzdür? Belədir də. Ta ki tövbə etsin. Bəzi şeylər, yəni bağlıdır qapısı. Bu cəhətdən istəyirdim mən oxşar. İstəyirəm deyəm ki, bu bir məsələ. Biz bu aləmi axirət aləmi ilə müqayisə etmək çətindir. Və ona görə məsələn bu şübhələr gəlir ki, həzm edə bilmirlər. Həzrəti Zəhraya biz necə deyə bilərik ki, məsələn filan işi istəyirəmsən. Yəni açarlar, bizim iddiamız, sözümüz bu idi ki, açarlar onların əlindədir. Yaxşı, sual verir, nə üçün Allah və nəhnu əqrabu iləkə min həblil vərid? Həblil vəriddən bu şah damarından yaxındır. Nə üçün? Bəli, deyirəm, bu aləm, mən bir misal çəkirəm, yenə də haşiyə çıxıram. Biri var idi, elə özümdən misal çəkirəm. Oturmuşdu o yaxınlardan idi Azər müəllim, biraz da tamaşaçıların yorğunluğu çıxsın. Belə qəfəslərdə, rəflərdə, necədir, kitabxanada mənim kitablarımı gördü. Tələbi idi, hərənin 5-10 dənə kitabı. Və dedi ki, bu nədir bu kitablar? Dedim, kitabdır da, yəni bəziləri mütaliə üçündür, bəziləri dərslidir, bəziləri mənbədir. Sat da bunları. Dedim, axı, niyə satın bunları? Nə edirsən bunları? Özü də ki, məsələn, bir quşlarla zadla quş məşğul olan idi. Mən soruşdum ki, məsələn, o quş, xoruz, nə bilim, nə filan. Məsələn, neçəyə verərsən? Dedi ki, məsələn, 1000 manatdır onun qiyməti. Dedim, orada bir dənə kitab var, Şeyxin Nəhayəsi. Şeyx Tusin Nəhayəsi. 10 dənə xoruzdan versin, bir dənə nəhayəni vermərəm sənə. Qədim nüsxədir, çox qədim nüsxədir və mühüm kitabdır. Və necə deyərlər, antikadır. Mən onu verə bilmərəm sənə. Qədim bizim fikirdir. Yəni, aləmlər fərq edir. Mən onu başa düşə bilmirəm. Onun əlindəki o ki, xoruz var 1000 manatadır. Mən üçün toyuqdan fərqi yoxdur. 1 kilo əti var, onun da 1 kilo əti var. Onun da mənim əlimdə olan o kitabın aləmində deyil. O, hər şeyi satdıq gözü ilə məsələn baxır. Maddə aləm gözləm. Demirəm, ha, bu da maddə aləmdir. Misal deyirəm. Yəni, məsələn, futbolistləri biz görürük də. Bəzən özləri qəşq edirlər birdən futbol. Biz onu dərk eləyə bilmirik. Niyə görə? Aləmi fərq edir bizim aləmdən. İndi siz bunlar maddə aləmləri. Siz baxın görün. Mənəvi aləmlə maddə aləmi. Bizim ki gözümüz bağlıdır, o mənəvi aləmdən xəbərimiz yoxdur. Həqiqətən dərki çətindir. Həqiqətən dərki çətindir ki, bunlar necə feyzin vasitəsidirlər. Artıq burada dərin bəhslər var. Mənim necə deyərlər, gücümdən də xaricdir. Necə Əhl-i Beyt Allah Təbarək və Teala tərəfindən maddə aləmə gələn feyzin vasitəsidir. Bu özü bir dənə dəqiq və əqli bir bəhsdir. Burada bəzən Allahdan istəməyim kifayət etmir. Mən hələ o həddə deyiləm ki, bunu ondan istəyəm. Yenə deyirəm ki, deyəcək, həqiqətən o cürdür. Yəni, düzdür Allah Təbarək və Teala minə həblil vərid mənə yaxındır şah damarına. Amma mən ona çox uzaqam. Mən ona çox uzaqam. Hədislərdə var ki, bəzən qiyamətin günündə Allah Təbarək və Teala'nı səsləyəcəklər ki, mən dadıma yetiş filan. Bir növ məcazi bir haldır bu və deyirlər ki, hədisdə nəql edirlər ki, Allah deyəcək, bu səs mənə tanış deyil. Yəni, vaxtında məni çağırmayıb bu. Səs mənə tanış deyil. Yəni, mən uzağam onun. O ki, yaxındır, o hamıya yaxındır. Bütün aləmdə Allahın huzuru var. O ki, uzağıq bizik. Bəziləri üçün, bəli, nəhnu nəsəlukəllahümmə düzdür. Bəziləri üçün və ənə əsəluki lazımdır. Yəni, təvəssül budur. Təvəssül bundan ibarətdir. Yəni, biz heç birini nəfi eləmirik də. Heç birini nəfi eləmirik. Yəni, demək istəyir ki, Allaha getmənin yolları müxtəlifdir. Əhsən. Bəzən görsən ki, mən misal deyirəm. Piləkənə ehtiyacı var. Siz dualara baxın, heç nə yox, tamaşasına mən Fatihül-Cinana baxsın. Şiənin böyük zəngin, bəli, həm marif, həm dua və ziyarət namışdır. Bəziləri, məsələn deyirəm, dualardan biri, çox dua, məsələn, sabah duası Həzrət Əl-İslamın, səmat duası, cümə günləri oxunur, əsrə qalmış. Nə bilim, yəstəşir duası, mucir duası ki, mən Fatihin əvvəllərində bizlərdə də oxuyulur. Bunlar birbaşa Allahdan istəklərdir. Düzdür, Allahdan istəklərdir. Bir sıralar təvəssüldür, ziyarətnamələrdir. Mən indi qoy öz o kiçik, necə deyərlər, başa düşdüyüm qədərində deyim,
həqiqətən o dualar ki var. Misal deyirəm Yəstəşir duası. Məsələn Yəstəşir duasını Həzrəti Cəbrail peyğəmbərə gətirib və Peyğəmbər sallallahu əleyhi və səlləm də onu Həzrət Əleyhisselama öyrədib. Sonra buyurur ki, bunu hər adama öyrətmə, hər adamın işi deyil. İşi deyil, başa düşməz orada söhbət nədən gedir. Birbaşa Allahla söhbət, birbaşa Allahla söhbət. Həzrət Əleyhisselam buyurur ki, bunu əhlinə saxla. Hər adamın işi deyil. Mən götürüm onu boş-boşuna oxuyum. Başqa bir dəryadır, başqa bir aləmdir. Ona görə, məsələn, deyək ki, fərz edin ki, bir nəfər ömür boyu bir övladı olmur, Allah təbarək və teala'dan istəyir. Nəhnu əqrabu ilayhi min hablil varid. Sadə misal var. Kifayət etmir, bizə buyururlar, tövsiyə edirlər ki, Əhl-i Beytin ətəyinə yapış. Bəs artıq bunu istəyirəm deyəm. Burada çünki fasiləmiz var. Sən demə ha, indi bir işqal. Allah mənim fasiləm, Allah görmür mənim ona ehtiyacım var. Əzizim, gedin dualara baxın. Həmin dualar ki, bəzi dualar lap əhl-i sünnə də qəbul edəsiniz. Bizim söhbətimiz əlbəttə əhl-i sünnə deyil, söhbətimiz öz şeylərimizdir. Baxın siz Həzrət Əleyhisselamın dualarına, İmam Zeynalabdin Əleyhisselamın dualarına. Duanın çoxu Allahın tərifidir, Allahın mədhidir. Mədhdən sonra duaları bir sayır. Məgər İmam Zeynalabdin Əleyhisselam, Allah bilmir sənin ehtiyacın nədir? Həzrət Əleyhisselam, Allah bilmir sənin ehtiyacın nədir? O qapıya getməyin əzizim yolu var, yolu. O qapını, mən necə başa salam ki, bir şey gözüm? Onda ustad başqa bir ifadə ilə desək, hər kəsin mərifətinə görədir də. Əvvəla mərifət. Əlbəttə bu o demək deyil ki, birinin mərifəti yoxdur, Əhl-i Beytin təvəssülü. Yəni səthi dərəcəsində. Bəli. Hətta onların ki, mərifəti çoxdur, yenə də Əhl-i Beytə təvəssülə o yuxarı mərhələdə ehtiyac var. Amma aşağı mərhələlərdə özləri başqalarına verir. Əzizim, mən bilmirəm, keçən dəfə danışdım bu barədə, danışmadım. Mirzə-i Qumu barəsində ki, Şeyxanda dəfn olunub, xanım Məsumə sallallahu əleyhi yanındadır. O bir nəfərə ilqa edib bir növ kəşf aləmində filan ki, deyib ki, bu dünyavi şeyləri xanım Həzrəti Məsuməni incitməyin. İndi mən istəmirəm deyəm ki, bu söz təsdiq təkzib etmirəm, ha. Bu bir mərufdur Mirzə Qumdan. Ümumiyyətlə var böyük şəxsiyyətlər vardır ki, nəinki bu mərhələdə demirəm, onların təvəssülə Əhl-i Beytdən kənar mümkün deyil. Amma bu aşağı aləmdə onlar özləri kilit sahibi olublar, açar sahibi olublar. Başa düşürsünüz? Əzizlərim, nə demək istəyirəm? Biz də yəni hər kəs Azər müəllim buyurduğu kimi öz mərhələsində mərhələyə uyğun təvəssülə ehtiyac var ki, o qapılar açılsın. Bəli, burada söhbət çoxdur. Bunu istəyirdim deyəm ki, bəzi yerdə, bəli, baxır sənin istəyin. Bəzi istəyində həqiqətən birbaşa Allahdan istə. Bəzi yerdə istəmək üçün bir pillə yuxarı getmək lazımdır. Çünki o pilləyə hələ getməmişik, kimdənsə yapışmalıyıq. Yəni təvəssülün məntiqi budur. Kamil olaraq bu ziyarətnamədən də istifadə olunur və bizim hədislərdən də istifadə olunur. Əzizlər, bu özü böyük və geniş bir bəhsdir və hələlik bu qədər, yəni mən buna kifayətləndirəm. Allah təbarək və təala inşallah dünyada və axirətdə bizim əlimizi Əhl-i Beytin əlindən inşallah üzməsin. Həmişə ehtiyacımız var onlara və dünyada ola bilsin dünyanı ələ gətirmək üçün Əhl-i Beytsiz biz gedək. Amma dünyada axirəti ələ gətirmək üçün, dünyada insan olmaq üçün Əhl-i Beytsiz mümkün deyil.